Nəyə görə Peyğəmbər bu qədər uğur qazandı? Biz nə qədər din təbliğ etdik, amma insanları dinə çağıra bilmirik. İman dərsinin fəlsəfəsi budur ki, biz xoşbəxt olaq. Biz başqaları kimi stres içində yaşamayaq. Mən təcrübələnəm, mömin də stres içindədir, qeyri-mömin də stres içində olmağı biraz qəribədir. Mömin stres içində olmamalıdır. Möminlə onu fərqləndirməlidir. Qeyri-dindar, namaz qılmayan, dindar olmayan adam möminə baxmalıdır ki, bu necə xoşbəxtdir, mən də bunun yoluna gedirəm. Nəyə görə Peyğəmbər bu qədər uğur qazandı? Biz nə qədər din təbliğ etdik, amma insanları dinə çağıra bilmirik. Amma Peyğəmbər insanları dinə çağırdı və neçə milyon insan hələ də onun gətirdiyi dinə qatılırlar, qoşulurlar. Niyə? Çünki Peyğəmbər İslam dini o qədər dolu yaşadı ki, heç bunu daha çox dillə yox, əməli ilə yaşadı ki, insanlar baxır ki, bu xoşbəxt. Çünki insanlar xoşbəxtliyə qaçır. Biz sadəcə xoşbəxtliyi başqa şeydə görürük. Bir malın, mülkün çoxalmağın, insanların bizə hörmət eləməsi, izzətdə burada görürük. Amma bu xoşbəxtlik deyil də, bu zahiri sadəcə bizi manipulyasiya eləməkdir ki, anladır bizi. Ona görə də biz nə edirik? Əsl xoşbəxtlikdən kənar düşürük. Qeyri-dindar, namaz qılmayan, dindar olmayan adam möminə baxmalıdır ki, bu necə xoşbəxtdir, mən də bunun yoluna gedirəm.